Son zamanlar kəşfətdə tez-tez qarşıma çıxan portağallı keksi mən də hazırladım. Əslində çox asandır hazırlanması, cəmi 10 dəqiqə vaxtımı aldı. İlk öncə portağalları kubik şəklində doğrayırıq. Üzərinə yumurta, şəkər tozu, duru yağ əlavə edib blenderdən keçirdirik. Daha sonra qabartma tozu və unu ələkdən keçirərək kütləyə əlavə edib qarışdırırıq. Dibi yapışmasın deyə keksi bişirəcəyimiz tavanı əvvəlcə yağladım, daha sonra un vurdum. Kütləni qaba əlavə edib qabı 1-2 dəfə yerə çırpdım ki, içindəki havacıqlar çıxsın. Təxmini 30-35 dəqiqəyə 180 dərəcəli sobada keksimiz bişdi. İsti-isti üzərinə portağallı şərbət əlavə etdim. İndiyə qədər yediyim kekslərin içində deyərdim ki, ən dadlısı bu oldu. Qətiyyən acılığı yox idi. Təbii ki, videonun altında qeyd etdiyim reseptlə hazırlasaz sizdə də gözəl alınacaq. Hazırlayan hər kəsə də nuş.